Düdükçədə də, bəlkə də heç Bakılı bir Yasamal rayon icra başçısı, mən düzünü deyim ki, yəni fərq etməz, kim olur olsun. Kim olur olsun, nə fərqi var ki? Amma əsas məsələ bilirsiniz nədir? Əsas məsələ odur ki, biz hər birimiz həmən bu Rəşid Babayevin ailəsinin, anasının, atasının yanında durub qışqırmalıydık onlardan bir yerdə. Ona görə ki, Rəşid təkcə özünə görə yox, həm də sənin torpağına görə canını fəda edib, şəhid olub. Onun yeri bizim ürəyimizin başındadır. Amma bir Yasamal qədəsi, Yasamalda başçı işləyən bir şərəfsiz, yəni onu şərəfsizi kim qoyur? Mən dəfələrlə demişəm, İlham Əliyev bu barədə çox talantlıdır. Yəni ölkənin ən ləyaqətsiz, ən şərəfsiz adamlarını hardansa tapıb gətirir, vəzifələri verir onlara ki, gəlin bu millətin axarına çıxın. Təsəvvür edin. Şahəddin bəy, bizim problemimiz İlham deyil. Bu şəhid verən xalqdır, öz balasını verib, canının parçasını verib İlhama yaltaqlananlar İlhamı qudurdan da elə dediyin bu məzlum xalqdır. Oğlun olub, üsyan etdi. Bəli, yəni İlham Əliyev məhz bugün, İlham Əliyev məhz bugünə salan bizik dostlar. Tam doğru, mən tam razıyam, tam. Yəni, əgər biz imkan verməsəydik, indi Heydər Əliyevin keçmiş, yəni murdar olmamışdan əvvəl danışdıq şeyləri qısa montaj edib paylaşırlar. Azərbaycan mənim canımdır, mən ömrümün qalan hissəsini Azərbaycana sərf eləmişəm falan, belə axmaq şeylər çap edirlər və Bala Heydəri öz arvadı ilə bir yerdə montaj edirlər. Həmən bu zəfər günündən də mən rast gəldim, şeydə var idi. Yəni İlham Əliyev onu indidən özündən gəzdirir ki, necə ki bu prezident seçilənə deyirdilər ki, prezidentin oğludur, ondan, yəni usta oğlundan şəhid olmaz. İndi sabahda bu Dibil Heydəri bizə sırmaq üçün bugün İlham Əliyev özündən gəzdirir ki, yəni bu artıq dünya liderlərini tanıyır falan, onlar da bunu tanıyırlar. Yəni bu prezident olmağa hazır. İndi biz sadəcə olaraq qıraqdan durub baxırıq ki, görək bir qrup dəladuz bizim sərvətimizi necə dağıdırlar, necə talan edirlər. Və hərdən bir o siqareti çəkib, astavını belə atanda yerdən götürüb çəkən adamlar kimi gözləyirik ki, bəlkə ağzından bir tikəsini atdı, qaçıb onu götürmək. Halbuki bizim sərvətimiz, varımız, dövlətimiz, hansı ki İlham ağız dolusu danışır ki, bizim təkcə neftimiz yox, qızılımız falan, onun bizə dəxli varmı? Bəli, İlhama dəxli var, ona görə də danışır, amma bizə dəxli yoxdur. Bizə dəxli yoxdur, ona görə ki, biz maymağıq, biz şərəfsizik. Şərəfli oğlun, ləyaqətli xalqın, ləyaqətli millətin şərəfini, vicdanını heç kim uğurlaya bilməz. Heç kim onun şərəfinə, vicdanına ləkə gətirə bilməz.